Bax, biz il boyu 365 gün, ilin 365 günü fasiləsiz olaraq efir verən bir televiziyayıq. TikTokumuzda, YouTube'umuzda, Facebookumuzda hamısı fəaliyyət göstərir və burada gün ərzində 50 cür problemdən danışırıq. Və bəzən elə olur ki, haqqında danışdığımız məmurlar işdən çıxırlar və yaxud da haqqın rəhmətinə qovuşurlar, düzdür? Biz onların sağlığında və yaxud da vəzifədə olanda dediyimiz tənqidləri ölümündən və yaxud da ki, vəzifədən çıxandan sonra da xatırladırıq. Niyə? Çünki işimiz mətbuatdır. Yəni, media orqanıyıq və müzakirə mövzusu ictimai şəxsdirsə, o öləndən sonra da, diri olanda da, vəzifədə olanda da, vəzifəsindən gedəndən sonra da bu barədə xatırlatma etmək bizim missiyamızdır. İndi son zamanlar bəzən belə deyək, ictimai fiqurlar, hansılar ki, cəmiyyətin həyatında siyasi, fərq etməz ictimai həyatında mühüm rol oynayıb, ad çəkmədən danışacağım. Hamınız biləcəksiniz, söhbət nədən gedir. Çünki bəziləri molla çıxıb bizə ağıl verməyə çalışırlar. Mən buradan açıq-açıq onların elə gözünə baxa-baxa da deyirəm. Bir şəxs, ictimai şəxsdirsə, zamanında Azərbaycanın ictimai siyasi həyatında bu və yaxud digər formada iştirak edibsə, o sağlığında ikən onun fəaliyyəti barəsində tənqidi fikirlər səsləndiribsə media ki, bu media səsləndirib onu, dünyası dəyişəndən sonra da səsləndirməsi kifayətdir, normaldır. Onun cavab vermək imkanı yoxdur. Heç sağ olanı da cavab vermirdi. Nəzərə alın. Yəni, mətbuatın xatırlatma kimi bir funksiyası var. Qarğış, söyüş, iraq, hansısa formada lənət yox. Mən onu qəbul eləmirəm. Amma xatırlatmaq lazımdır ki, kim olub, hansı işlə məşğul olub, zamanında hansı fəaliyyət göstərir. Bax, mən indi bugün Emin Əmrullayev barəsində danışıram, düzdür? Nəqliyyat Rabitə Nazirliyi haqqında danışıram, düzdür. Ayna haqqında danışıram, düzdür. Tutaq ki, nə bilim, daxili işlər sistemi ilə bağlı danışıram, zaman-zaman polislərin etdikləri əməllərlə bağlı danışıram, düzdür. 50 dənə problemdən danışıram, korrupsiya ilə bağlı danışıram, düzdür. İndi belə çıxır ki, sabah o qurumların rəhbərləri hansısa formada işdən çıxanda və yaxud onlar hansısa kimlərləsə əvəzlənəndə həmin gün mən heç nə danışmamalıyam, eləmi? Bağlamalıyam, qıfılı atmalıyam ki, aşıb, yıxılana balta vurmazlar. Bu da Azərbaycandakı ən saxtakar, ən riyakar yanaşmadır, biləsiniz. Yıxılana balta, vəzifədən çıxarılan adamı yıxılmaq hesab edilir. Nə yıxılmağa? Yıxılan siz mənəm. Ona heç nə olmayacaq, narahat olmayın. O götürər bir paçkasını, yığdığı bir paçkanı, mən eks-məmurlardan danışıram, hansılar ki, gedəndən sonra biz onlar haqqında danışanda, mallarının, mülklərinin və s. siyahısını yanında az qalar bizi öldürürlər. Sanki vəzifədə olanda danışanda, sanki biz onlarla bağlı hər dəfə danışanda gəlib bu indi ağızlarını dağıdanlar var. Onların yanında durub məruzə eləməliyik ki, ay filan kəs, bugün filan kəsdən danışdım. Otur, bax da efirlərə. Otur, bax da statuslara ki, gör nədən yazmışıq, nəyi xatırlatmışıq. Mənim və yaxud da bir başqa jurnalistin sizə hesabat vermək kimi bir məcburiyyəti mi var? Özünüzə, maştabınıza, yəni belə deyək, çapınıza uyğun danışın. Ona buna ağıl vermək sizə qalmayıb. Hamı başda bir əmmamənin püküb molla olub bizim başımıza. Öləndən sonra filan heç kəs haqqında danışmazlar. Ölənin arxasınca yaxşı danışarlar ya da susarlar. Bu ictimai xadimlərə aid deyil, ey müsəlman. İctimai xadim üçün aid deyil. İctimai xadimin zamanında, sağlığında, Azərbaycanın ictimai siyasi həyatında tutduğu rol, etdiyi əməllər, pis və yaxud yaxşı fərq etməz, xatırlatmaq lazımdır. Ona görə ki, həqiqətin bir adı var. Onda Napolyon haqqında da danışmayaq, Hitler haqqında da danışmayaq, Stalin haqqında da danışmayaq, nə bilim, Brejnev haqqında da danışmayaq, Napolyon, heç bir haqqında danışmayaq, çünki onlar ölüblər. Ruhlarına toxunmayaq. Tarix deyilən bir şey var. İctimai siyasi proses deyilən bir şey var. Bunların hamısını xatırlatmaq jurnalistlərin missiyasıdır. Ölüb, tamam, dəftər kitab qapandı, qoyun tarixin tozlu arxivinə. Belə bir dünya yoxdur. Jurnalistikadan da xəbəriniz yoxdur, dindən də xəbəriniz yoxdur, Allahdan da xəbəriniz yoxdur. Xüsusən o adamlara deyirəm ki, özlərinə aid olmayan, maştablarına aid olmayan məsələlərə burunlarını soxmağa çalışırlar. Başları girməyən yerə bədənlərini soxurlar. Mən onlara demək istəyirəm bunu. Bir daha söyləyirəm. Bax, mən bilməyənlər öyrənsinlər. Bilənlər də bilməyənlərə çatdırsın. Mən bugünə qədər bu efirdə bir çox məmur haqqında danışmışam. Sağlığında da, vəzifədə olanda da. İndi o məmur sabah vəzifədən çıxacaq deyə və yaxud da ki, nə bilim, indi Allah gecindən versin, da həyatda da kimin başına nə gələcəyi bəllidir. Mən buradan çıxandan sonra dünyamı dəyişəcəm, nə bilirəm. Dünyasını dəyişəndən sonra da biz o məsələni qapatmalıyıq, unutmalıyıq. Ay aman, birdən danışarıq, Allaha xoş getməz. Bu nə məfhumatdır, siz danışırsınız? Bu nə məfhumatdır? Sağlığında yaxşı əməlinə görə yaxşı qiymət verirsən, pis əməlinə görə pis qiymət verirsən, öləndən sonra, dünyasını dəyişəndən sonra da yaxşı əməlini gözəl şəkildə xatırlayırsan, pis əməlini də xatırladırsan, qutarır, gedir. Yenə edirəm, jurnalistin missiyası xatırlatmaqdır. Söyüş, qarğış, lənət, nə bilim nə, onlar bizə aid deyil. Onu edən məndən deyil, onu edən mən də qəbul eləmirəm, o başqa.
Yəni bəsdirin, qutarın, gedin. Biz hansısa bir mövzunu danışanda, hansısa bir demək dünyası dəyişən bir məmur haqqında informasiya verəndə hamı qabağına belə deyək də dəftər dini kitabları qoyub da bizə ağıl verməyə qalxmasın. Gedin işinizlə məşğul olun. Başınız girməyən yerə də bədəninizi soxmayın. Yenə də deyirəm, mən kiminsə xoşuna gəlməyəcək deyə, kiminsə könlünə dəyəcək deyə həqiqəti də yaddan çıxarmağın tərəfdarı deyirəm. Həqiqətin bir adı var. İkinci adı yoxdur. Nə qədər cığallıq edirsiniz edin, nə qədər çirkinlik edirsiniz edin, nə qədər riyakarlıq edirsiniz edin. Həqiqətin bir adı var. Həqiqətin bir adı olduğu üçün də o adı dəyişmək olmaz. Qısa və konkret, bu qədər bəsit. Yenə də deyirəm, nazirləri də tənqid eləyəcəyik, korrupsioner məmurları da tənqid eləyəcəyik. Bildiyimiz məlumatlar əsasında. Mən hərdən deyirlər, məsələn, Adın Əhmədzadənin maşınlarıyla bağlı niyə yazmırdınız? Yox idi o məlumatlar məndə. Qurban olmasa yox idi. Mülklərlə bağlı siyahı yox idi. Amma Adın Əhmədzadə azadlıqda olanda Ronaldonu, Messini gətirəndə burada mən onu tənqid eləmişəm. Mən gedin açın o kadrları, taparam da ərəmərəm göstərərəm. Və mən burada şərh eləmişəm onu ki, yəni bu pulları doğrudanmı məsəl üçün qaçqın uşaqlarına və yaxud da ki, o zaman belə deyək də, qaçqın deməyək də, Qarabağın işğaldan azad edilmiş əraziləri deyək. Həmin orada yaşayacaq insanların həyatına sərf eləmək olmaz. Bu bizə nə verir Azərbaycan olaraq? Ona məsəl üçün, olan gəlib də burada bir dənə çay içərsən, bir dənə çay verərsən sözü nə verir deyə. Onu da burada mən demişəm də. İndi mən durub sizə hər anımın, hər saniyəmin efirdə dediyim sözlərin hesabatını verəcək deyiləm ki. Lazım gəlsə verərəm, problem deyil. Amma cığallıq etməyəcəksinizsə o hesabatı mən sizə verərəm. Yoxsa ki, o vəzifədə ona danışmamışsınızsa, indi də susun. Doğrudan əminsiniz danışmadığımıza. 100% əminsiniz. Bütün efirlərimizin və paylaşımlarımızın bütün sətirlərinə, bütün saniyələrinə cavabdehsiniz. Hamısına baxmısınız, hamısını izləmişsiniz ki, bu qədər əminliklə danışırsınız. Bu mövzu mənim üçün ağırlı mövzudur. Ağzına gücü çatanda, çatmayanda, başı bax belə taqqıldayanda, taqqıldamayanda, hamısı insana ağıl verəndə istər-istəməz bir gün dözürsən, 2 gün dözürsən, 3-cü gün deyirsən ki, ay bala, gedişinlə məşğul ol. Ramiz Rövşən demişkən, get başqa tərəfdə yürü, mən sənin yiyən deyiləm. Onlara bəzi sözləri demək lazımdır. Bu da bu qədər.